Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İnşallah yeni bir kitaba başlayırıq. Şərh-ü Sünnə kitabı Barbahari, İmam Barbahari. Əhl-i Sünnənin imamlarındandır, Əhl-i Sünnənin alimlərindəndir, qədim alimlərindəndir. Və adı Həsən İbn Ali İbn Xaləf Əl-Bərbahari. Hicrətin 328 deyirlər və 329, yəni ixtilaf var. 328 və ya 329-cu ildə vəfat edib. Və bu kitab Şərh-ü Sünnə adlı kitabdır. Şərh-ü Sünnə yəni bəyan, sünnənin bəyanı. Sünnə deyildikdə burada qəsd nədir? Əqidə. Çünki qədim alimlər, ümumən alimlər, yəni sünnə, əqidəyə də sünnə deyiblər. Yəni, əqidə kitabıdır əslində, amma sünnə yəni istilahlara görə fərqlənir. Mühəddislərə görə, hədis elminə məşğul olanlara görə, mühəddislərə görə sünnə nədir? Sünnə soruşsan nədir bir mühəddisə? Deyəcək ki, sənə Peyğəmbər sallallahu aleyhi ve səlləmin sözü, feili, sonra nədir? Yəni, görüb inkar etmədiyi şeyləri, yəni təqriratlar deyirlər buna. Görüb inkar etmədiyi şeylər hamısı sünnədir. Allah Resulü sallallahu aleyhi ve səlləmin feilləri, sözləri, əqval-i Nəbi sallallahu aleyhi ve sellem və əf'aluhu, sonra xilqəti və təqbiratuhu, yəni təqrir etdiyi şeylər. Sən gelib soruşsan, fiqh elmi ilə məşğul olan fəqihdən, üsulçudan soruşsan sünnə nədir? Nə deyəcək sənə? Sünnə fərzin, yəni bir var fərz, vacib, fərz, halal, haram, əhkam-ı təklifiyyə deyirlər, əhkam-ül xamsə, 5 əhkam. Onlardan biri nədir? Sünnə. Sünnə, yəni məndub da deyirlər, sünnə də deyirlər, müstəhəb. Onu edənə savab var, tərk eləyənə nədir? Günah yoxdur. Sünnənin tərifi budur. Kimə görə? Fəqihə görə. Mühəddisə görə nədir? Sünnə, və yaxud dediyim, Peyğəmbər sallallahu aleyhi ve sellemin sözləri, feilləri, xilqəti. Ona görə bu sünnə sözü istilahı fərqlənir. Və həmçinin əqidə məsələsinə gələndə, sünnə, əqidəyə də sünnə deyirlər, şəriət də deyirlər. Usulüddin də deyirlər əqidəyə. Usulüddin, şəriə, sonra sünnə və müxtəlif adlar. Bu kitabın da adı sünnədir. Şərh-ü Sünnə, yəni əslində əqidə kitabıdır. Və götürəcəyimiz şərh də həm Şeyx Fovzanın şərhi ilə götürəcəyik və həm digər şərhlərə də müraciət edəcəyik inşallah. Yəni müxtəlif şərhlərdən faydalanacağıq. Və müəllif rahimehullah, yəni şərhçi Şeyx Fovzan həfizəhullah buyurur ki, bu kitab müəllifi Əl-Bərbaharidir deyir. Adı Həsən İbn Ali İbn Xaləf Əl-Bərbaharidir. Yəni nisbət olunur Bərbahari. Bərbahari deyir, məkan deyil, məkan hər hansı bir şəhər və yaxud belə deyək, ölkə deyil Bərbahari. Bərbahari buxaratlardır. Yəni hansısa bir buxaratdır. Ola bilər deyir, bu işlə məşğul olub adam. Ola bilər satıb, yəni bu bitkilərdən, bu buxaratlardan. Ona görə elə deyirlər Bərbahari. Allahu a'ləm. Və deyir, və huvə min kibar əl-Hanabilə. Böyük Həmbəli alimlərindəndir və İmam Əhmədin tələbələrindən elm alıb. İmam Əhmədi görməyib, amma İmam Əhmədin tələbələrindən elm alıb. Misl Əl-Mərvazi və digərləri. Və kitabın adı isə Şərh-ü Sünnədir və burada sünnə deyildikdə, yəni ümumən sünnə lüğətdə yol deməkdir. Lüğətdə yol deməkdir, istilahlı mənada isə dedim. Yəni mühəddislərə görə nə məna verir, fəqihlərə görə nə məna verir, əqidə alimlərinə görə nə məna verir. Və lüğəvi mənada yoldur. Buradakı məna deyil, mustalah elmində olan, yəni mühəddislərə görə olan məna deyil. Şərh-ü Sünnə, yəni sünnənin şərhi, Peyğəmbər sallallahu aleyhi ve sellemin feilləri, qovulları, bu məna deyil deyir. Və burada bu kitabda həmçinin müəyyən fiqhi məsələlər də zikr olunur. Kitab əqidə kitabıdır. Amma baxsan görərsən ki, müəyyən fiqhi məsələlər, misal üçün məs'aləl xuffeyn, xofların üzərində məs çəkmək məsələsi gəlir. Mütəə nigahı, siğə məsələsi gəlir. Və digər məsələlər gəlir. Baxsan ki, məsələ özündə fiqhi məsələdir. Yaxşı, niyə görə əqidə kitabında fiqhi məsələni zikr eləyir? Həmin məsələlərdə əhl-i sünnə bidət əhlindən fərqləndiyinə görə həmin məsələni kitaba daxil edib, əqidə kitabına daxil edib. Xof məsələsini, misal olaraq xof məsələsini, xoflara məs çəkmək, yəni belə baxanda bidət əhli inkar eləyir. Əhl-i sünnə bunu isbat eləyir. Ona görə kitaba gətirib, əqidə kitabına bu fiqhi məsələni də daxil edib.
Şərh sözündən, şərh-ü sünnə. Şərh nə deməkdir? Şərh, yəni bəyan. Sünnəni, əqidənin bəyanı. Bu mənaları verir. Təfsiri. Və buyurur ki, Kənəl əvail yüsəmmunə kutubul əqidə bis sünnə. Əvvəlki alimlər əqidə kitabını sünnə adlandırardılar. Və misal gətirir. Sünnə İmam Əhməd. İmam Əhmədin sünnə kitabı var. Əqidə kitabıdır. Və həmçinin İmam Əhmədin oğlu Abdullah. Abdullah, yəni İmam Əhmədin oğlu Abdullahın da sünnə kitabı var. Əqidə kitabıdır. Və sünnə lil-əsram. Əsramın sünnə kitabı var. Və şərh usul etiqad əhl-i sünnə və cəmal Lələkayinin şərh əhl-i sünnə kitabı. Yəni burada sünnə, bu kitablar sünnə sözü keçməyinə baxmayaraq nədir? Əqidə kitablarıdır. Və həmçinin əqidə kitabını iman da adlandırıblar. Kitabul iman, iman kitabı. Belə baxanda orada əqidə məsələləri gəlir. Və həmçinin şəriət də adlandırıblar. Və yaxud Fiqhul Əkbar. İmam Əbu Hənifənin Fiqhul Əkbar kitabı fiqh kitabıdır yoxsa əqidə kitabıdır? Əqidə kitabıdır. Fiqhul Əkbar adlandırıb. Və sonra buyurur ki, şeyx, müsəlmanlar ümumən, müsəlmanların birləşməsi haqq, düzgün əqidə üzərində olur. Yəni, haqqın üzərində birləşmək olur. Və əl-muslimun deyil, la yetevahhədunə illə ələ aqidət səhiyyə. Müsəlmanlar yalnız səhih əqidə üzərində birləşərlər. Əl-aqidətəllədi cəmiətis sahabəti və kənu mütəfərriqin. O əqidə ki, sahabələr, əvvəli nə idi? Bir-birinə düşman, firqə-firqə, yəni ayrı-ayrı qəbilələr, düşmançılıq edirdilər, onları birləşdirdi. Və həmin əqidə lazımdır, deyir, cəmaatı müsəlmanları birləşdirmək üçün. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Allahın sizin üzərinizə olan neymətini xatırlayın. İz kuntum a'da'an fa'allafa beyne qulubikum. Siz bir-birinizə düşman ikən, düşman ediniz, o sizi birləşdirdi, sizin qəlblərinizi birləşdirdi. Qəlbləri birləşdirən o nədir? Səhih, doğru, düzgün əqidə. Səhih əqidə olmazsa, doğru, düzgün etiqad, əqidə olmazsa, birləşmək mümkün deyil. Birləşmək haqq üzərində olmalıdır. Etiqadları deyir, insanların etiqadları müxtəlif olarsa, onların bir araya gəlib birləşmələri mümkün deyil. Biri sahabələri söyür, sahabələr lənət eləyir, o birisi rəhmət oxuyur. Bununla bunlar necə birləşsin? Biri sahabələrə münafiq deyir, haşa, o birisi sahabələrdən dinini götürür. Bununla bu necə birləşsin? Biri Allah'a şərik qoşur, qəbirlərdən mədət umur, kömək istəyir, Allahı qoyub, Allahla yanaşı başqa məbudlara ibadət eləyir, digəri yalnız Allah'a ibadət. Bununla bu necə birləşsin? Buna görə birləşmək necə olur? Haqq əqidə üzərində. Haqq yolda nədir? Quran, sünnə və sahabələrin yolu. İndi ona da gələcək inşallah. Və ixtilaf eləmək olmaz bu məsələlər. Əqidə məsələlərində müəllif buyurur, burada gətirir ki, yəni ixtilaf eləmək olmaz. Amma ixtilaf fil məsəl fiqhiyyə, fiqhi ictihadi məsələlərdə ixtilaf ola bilər. Və bu normaldır. İctihadi məsələlərdə ixtilaf ola bilər. Və burada bir problem yoxdur. Ləənnə hədə ictihadsə, çünki bu qəbul olunan, məqbul sayılan ictihaddır. Lakin əl-ixtilaf fil əqidə qeyri səhi. Amma əqidədə ixtilaf doğru deyil. Yəni əqidə məsələsində ixtilaf eləmək olmaz. Və burada müxalif olanlar, bir-birinə müxalif olanların birləşməsi mümkün deyil. فإذا كانوا يريدون وحدة المسلمين فعليهم أن يصحوا العقيدة أولا. İnsanlar, yəni bunlar istəyirlərsə ki, ümumən kim ki istəyir ki birləşmək, müsəlmanlar bir olsun, haqq üzərində olmaları lazımdır. Yəni doğru, düzgün əqidəyə qayıtmaları lazımdır. Əl-aqidət ləkənət rasul, ar-rusul. O əqidə ki, hansı ki o əqidədə, rəsullar o əqidədə olub. فَإِذَا وَحَدُ الْعَقِيدَ اِتَّحَدَتِ الْأُمَّةِ. Əgər əqidə doğru düzgün olarsa, o zaman da birlik olar. Allah subhanahu wa ta'ala buyurur ki, yəni huvəl-ləzi əyyədəkə binasrihi və bil-mu'minin. O, yəni o Allahdır ki, sənə yardım etdi. Huvəl-ləzi əyyədəkə binasrihi və bil-mu'minin. Yəni həm özü, həm də möminlərlə sənə yardım etdi.
Allah Taala. Və əlləfə beynə qulubihim. Və onların qəlblərini birləşdirdi. Ləv ənfəqtə mə fil ardı cəmiən mə əlləftə beynə qulubihim vələkinnəllaha əlləfə beynəhum. Sən yer üzündə olan bütün nə var xərcləsən də, bütün sərvəti xərcləsəydin də, onların qəlblərini birləşdirə bilməzdin. Vələkinnəllaha əlləfə beynəhum. Lakin Allah onlar arasında birləşdirdi, onları birləşdirdi. İnnehu azizun hakim. O əziz hakimdir. Və digər bir ayədə Allah Teala buyurur ki: "Vəzkuru ni'metallahi aleykum." Allahın sizə olan nemətini xatırlayın. İz kuntum a'da'an fa'allafa beyne qulubikum. Siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi. Fa asbahtum bi ni'matihi ikhwanan. Və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Və kuntum ala şafa hufratin minan nar. Siz odlu bir uçurumun kənarındaydınız. Fa anqadakum minha. Allah sizi oradan xilas etdi. Kəzəlikə yubeyyinullahu lakum ayatihi la'allakum tehtedun. Və beləliklə bu cür Allah Taala sizə ayələrini bəyan edir. Ola bilsin ki, siz doğru yola yönələsiniz. Və falan yectəmü nas illə al-aqidə sahihə elleti ca'at biha ar-rusul. Və insanları birləşdirən doğru düzgün əqidədir. Fikir verin, Allah Taala yəni çəkdiyi misallara, sahabeləri misal gətirir. Yəni sahabələrin deyirsən istəsəydin onlar birləşdirə bilməzdin. Onları bir araya gətirib birləşdirmək doğru düzgün əqidə oldu. Allaha və Rəsuluna olan iman, doğru düzgün iman. Yer üzündə olan deyib, bütün nə varsa xərcləsəydin, birləşdirə bilməzdin. Bu birləşmə var ha, bu birlik. Allah tərəfindən olur. Allah Taaladır qəlbləri birləşdirən. Və Allahın da qəlbləri birləşdirməsi üçün nə lazımdır? Doğru düzgün səhih əqidə. O əqidə ki, yəni Allah Taala o əqidəni əmr eləyib. Və bütün peyğəmbərlər, həm bizim peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm və digər peyğəmbərlər o əqidədə olub. Və onun səhabələri. Və ma arsalna min qablika min rasulin illa nuhi ilayhi ennehu la ilaha illa ana fa'budun. Bütün peyğəmbərlərin əqidəsi budur. Nədir? Səndən qabaq elə bir elçi göndərmədik ki, elə bir rəsul göndərmədik ki, ona la ilahe illallah, yəni Allahdan başqa haqq məbud yoxdur. La ilahe illallah vəhy etməyək. Bütün peyğəmbərlər bununla gəlib. La ilahe illallah, la ilahe illa ana, mənə ibadət eləyin. La ilahe illa ana fa'budun. Yəni məndən başqa haqq məbud yoxdur, mənə ibadət edin. Yəni elə bir peyğəmbər yoxdur ki, bununla gəlməsin. Bu ona görədir ki, Allah haqq, ondan başqa ibadət etdikləri isə batildir. Və ennəllahu vəl-aliyyul kəbir. Və Allah ucadır, böyükdür. Və həzə huvəl-ləzi əradəhus-sələf kəl-Bərbahar və qeyrihu min təəlifə. Və şeyx buyurur ki, bu da sələflərin istədiyidir. Salih sələflərin istədiyidir ki, yəni insanları haqq üzərinə birləşdirsinlər. Və necə ki, Barbahari kimi, misal olaraq bu Barbaharini gətirir ki, bu əqidə kitabını yazıb. Nəyə görə yazıb bu əqidə kitabını? Yəni o zaman ki, yəni deyir, fitnələr baş verdi, bidətlər başladı, nədir? Bidətlər çoxaldı. Belə kitablara ehtiyac oldu. Və Barbahari də bu kitabı yazır. Və İmam Barbahari bidət əhlinə qarşı çox şiddətli idi. Yəni sünnə əhli olaraq bidət əhlinə qarşı çox şiddətli idi. Və şeyx buyurur ki, ləmmə hədisəl fitən vəl-iftiraqat və-dalalət, azğınlıq, bidətlər çoxaldığı zaman kətəbü hədihil əqaid. Yəni bu əqidə kitablarını yazdılar və onları şərhlədilər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini bəyan etdilər, sahabelərinin yolunu bəyan etdilər. Necə ki Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, "Təraktukum alə beyda leyluha kənəhariha." Sizi ağ yol üzərində buraxdım, açıq-aşkar bir yol, hansı ki o yolun yəni gecəsi gündüzü kimi aydındır. Yol aydındır. Və Allah Teala Qurani-Kərimdə buyurur ki, "Əl-yevmə yəisəl-ləzīnə kəfəru min dinikum." Yəni bugün kafirlər sizin yəni dininizi yox etməkdən ümidlərini üzdülər. Fələ təxşəvhum vəxşəvni. Onlardan qorxmayın, məndən qorxun. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün mən sizə dininizi kamil etdim. Və ətməmtu aleykum ni'məti. Və sizə nemətimi tamamladım. Və raditu ləkumul İslamə dinə. Və sizə din olaraq İslamdan razı qaldım. Hədə huvə mənatil ictimal kəlməti təvhid. Əmmə mən yəqul nəştəmi alə məttəfəqnə aleyh. Və budur deyir, haqq üzərində, tövhid üzərində birləşmə. Amma ki, demək ki, yəni
biz bir olduğumuz müəyyən məsələlər hansılar ki var, onlarda birləşək və digər məsələlərdə bir-birimizə üzr axtaraq. Bu deyir, şeyx buyurur ki, yəni ixtilaf etdiyimiz məsələlərə fikir verməyək. Bu deyir, doğru bir şey deyil. Fəhədə min məhal İdə kənə l-ixtilaf fil-aqidə. Yəni bu məsələ əqidə məsələsində ixtilafdırsa. Fikri məsələdə problem yoxdur. Hər hansı bir fikri məsələdə kimsə bir rəydə ola bilər. Ona görə qırğın eləmək, nə bilim, bir-birinə bidətçi demək, aralaşmaq, bu doğru bir şey deyil. Amma əqidə məsələsində belə bir şey olmaz. Əqidə bir olmalıdır. Əqidədə ixtilaf yoxdur. Əqidədə hansı, yəni bir rəy götürüm, belə bir şey yoxdur. Əqidə nədir? Dəlilə tabi olmaq. Amma ləv kənə l-ixtilaf fi fiqh, və necə ki, şeyx burada gətirir, fikri məsələlərdə problem yoxdur. Amma əqidə məsələsində deyir, ixtilaf etmək olmaz. Necə ki, Allah Teala buyurur ki, fəin tənəzə'tum fi şeyin fərudduhu ilallahi və rasul. Əgər bir şeydə ixtilaf etsəniz, nədir? Onu Allaha və Rəsuluna qaytarın. Allaha və Rəsuluna, yəni Qurana və sünnəyə yönəldin. Və fikri ixtilaflarda necə ki, deyir, ola bilər məzhəblər arasında müəyyən ixtilaflar olsun. Bu normal bir şeydir. Müəyyən fikri məsələlərdə və buna görə insanların parçalanması doğru düzgün deyil.